Ən çox peşman olduğum şey. Hadi Lalə. Şoşi nənənin verilişinə gəlmək. Bugün qonağım Şimal dənizindəki platformadan qaçıb Londonu Bakıya dəyişən neft mühəndisi, nə deyirlər ona? Qazma mühəndisi. Qazala Mənsurovadır. Oradan qaçıb gəlib istilist olub. Amma işte onu buraxdım, oldum stilist. Hər şeyi aparatörünü almışam LG-dən. Xeyirli olsun Şoşi nənə. Bilirsən, əladır bunu sən deyim. Bax görünən nərmə nazik, belə sən kimi. Yoldaşın ingilisdir. Yəqin ki, göz alışqanlığını inkişaf etdirməli, vizual bankını zənginləşdirməli. Onu necə eləyirəm, mən bilirəm, indi bilməyənlər üçün. Şoşi nənə təbii ki, hər şeyi yaxşı bilir. Vallahi, hər şey şünas mənəm. Bəs pul üçün darıxırsan, yoxsa yox? Oradakı Nəfis sualdır. niyə əla sualdır? Aça bilmirəm. Bütün günü gedib sportla məşğul olur, bir də onu aça bilmədim. Təsəvvür eləyin ki, hava ilə doldurulmuş balaca plastik bir qayıqdır və sən onun içinə özünü qaldırmalısan da. Ay Allah. Mən də 105 ton ağırlığım var çünki o qədər kostyumum o qədər su doldurub. Sobamız da elçidir. Çünki mən elçinin elçisi olmuşam. Yaxşı dedim. Əla dedim. Ambasador. Ambasador. Sən bir Gözəl. gözəl.